bütün məktəb kolleclər, bütün ailələr bu ailələrlə bahəm həm o qürur hissi keçirdi, həm onlarla bərabər o ağrını yaşadı. Siyahim bizim gözümüzün qarşısında böyümüş bir uşaqdır. Uşaqlıqdan Siyahim heç kəsə məğlub olmayıbdı. Heç kəsə məğlub olmayıb. Yadımdadır ki, onlar qol güləşi eləyirdilər uşaqlardan. Hələ bir dəfə o, heç vaxt onun qolu yerə gəlməyibdi. Və məktəbdə də belə olubdu. O elə uşaq olubdu ki, ona verilən ən çətin tapşırıqları belə bircə kəlməsi olubdu. Problem deyil. Yaxşı, bəli, mənim başçıdır. Bu belə uşaq olubdu. Və mən nəyi istəyərdim deyən bir şey qeyd etmək istəyirəm ki, o Siyahimin qəlbində elə bir ilahi bir sevgi var idi. Bir ilahi məhəbbət var idi. Bax, onun qəlbindəki o sevgi, o məhəbbət onun sifətinə çökmüşdü. Onun sifətində bir məsumluq, bir təbəssüm vardı. Şəkillərə baxırsınızmı? O təbəssüm, inanırsınız, körpəlikdən onun üzündə gördüyümüz təbəssümdür. Və onu görənlər də qeyd edirlər ki, o şəhid olanda da o təbəssüm onun üzündə olurdu. Bu, nə bilim, bu ilahinin ona bəxş elədiyi bir nemət idi, belə deyək. O daxilən necə insan idi? O daxilən elə bir insan idi ki, insanlarda görmək istədiyimiz ən gözəl xüsusiyyətlər Siyahimin daxilində var idi. Onu Allah elə bir kömək üçün, nə bilim, xeyirxahlıq üçün yaratmışdı. Biz bunu belə gördük. Ona görə o uşaqlıqdan təkcə elə bu ailənin yox, bu elin övladı olubdu. Və elə bu elin övladı kimi də yəni şəhid oldu. Və o cürdə bizi ağrıtdı. Və o cürdə biz ondan qürur duyduq. Və bu qüruru, bu qəhrəmanlığı onlara bəxş edən mən elə başa düşürəm. Həm onların o vətənpərvərliyi, həm də o 44 günlük müharibədə o ali baş komandan Cənab İlham Əliyevin ki, hər dəfə ki o yumruğu başının üstündə ki qalxırdı ha. Bax, o yumruq bu xalqın birliyi idi. O yumruq bu xalqın birliyi idi və onun hər kəlməsi insanları, o gəncləri, hər bir insanı müharibəyə səsləyirdi, qələbiyə səsləyirdi və heç kəs, hətta mən o şəhid valideynlərinlə mən söhbət eləyəndə də, yəni ki, onlar müharibədə idilər, onların evlatları müharibədə idilər, onlar istəyirdilər ki, bu müharibəni sona qədər geçsinlər. Sona qədər geçsinlər. Yəni, bu əhval-ruhiyyə bu xalqın qanında, canında oldu axıra qədər. Yəni, bir məqsəd oldu. O bayrağımız Şuşaya sancılana qədər, Kəlbəcər dağlarına sancılana qədər, Laçın dağlarına sancılana qədər bu mübarizə geçsin. Çox şükürlər olsun ki, biz buna nail olduq. Və bugün dövlətimizə, dövlət rəhbərimizə minnətdarıq ki, yəni bu hissi bu insanlarda aşıladı və onun arxasınca xalq getdi və bu birliyi əldə edə bildi. Və bugün yenə də bütün şəhidlərimizə rəhmət diləyirəm, qəbirləri nurla dolsun, valideynlərinə Allah səbir versin və onlar tarixdirlər, onlar tarix yazdılar və bu tarixdə həmişə yaşayacaqlar. Siyahim və digər şəhidlərimiz də həmçinin. Allah hamısına rəhmət eləsin. Yəni onlar haqqında nə qədər desəniz danışmaq olar, günlərlə danışmaq olar.